Mən düşünürəm ki, bu Ermənistanın tək başına gördüyü işlər deyil və görünür ki, regionda uzun müddətli sülhə hər zaman təhdid yaradacaq, belə deyək, rıçaqların olmasını istəyən qüvvələr var ki, onlar Ermənistana yardım edirlər, kömək edirlər ki, Ermənistan silahlansın, Ermənistan hər zaman təhdid mənbəyi kimi qalsın, aqressiv bir ölkə kimi qəbul olunsun regionda və məhz Ermənistan vasitəsilə də digər region ölkələrinə biz az əvvəl regional əməkdaşlığın güclənməsindən danışdıq. Məhz həmin o regional əməkdaşlığa bu və ya digər şəkildə təzyiqlər göstərmək mümkün olsun. Yəni ara sıra atəşkəsin pozulması, düzdür, bu iri miqyaslı olmur, amma hər halda bölgədə bir gərginlik var deyən görüntünün yaradılması, Minsk qrupunun buraxılması ilə bağlı bu qədər təkidli bir mövqenin sərgilənməsi, yəni əslində Minsk qrupu özünün buraxması haqqında bir qərar qəbul etməlidir. Bu daha məntiqli olardı. Amma bugün çağırışlara baxmayaraq, Azərbaycan tərəfinin əsaslandırmalarına baxmayaraq, hələ də Minsk qrupu bir təsisat olaraq öz fəaliyyətini davam etdirir. Eləcə də söylədiyiniz Ermənistanın ifrat dərəcədə silahlandırılması və hələ bu azmış kimi hərbi ittifaqlara da cəlb olunması. Yəni, az əvvəl biz Birləşmiş Ştatlarla Ermənistan arasında, düz bu Biden hökuməti dönəmində baş vermişdi. Yüksək səviyyəli hərbi dialoqun keçirilməsinin əlbəttə ki, şahidi olduq ki, bu özü də başa düşülməz idi. Yəni, madəm ki, Ermənistan və Azərbaycan sülh müqaviləsi imzalamağa doğru gedirlər və biz regionda sülhdən danışırıq, onda aqressiv bir ölkəni və müharibə əfəl ruhiyyəsinin müəyyən, belə deyək, cəmiyyətin müəyyən hissəsinə, xüsusən radikal müxalifətdə hökm sürdüyü bir cəmiyyətin olduğu ölkədə nə üçün bu cür addımlar atılır? Eyni zamanda mən xüsusi qeyd etmək istəyirəm ki, ara sıra Ermənistanın Müdafiə Nazirinin kifayət qədər fəallaşması və onun xarici səfərləri eyni zamanda, yəni bu vaxta qədər qeydə alınmayan, hətta Fransanın Müdafiə Nazirinin Ermənistana səfəri və mən xüsusi qeyd etmək istəyirəm ki, artıq Kiprə də səfər olubdur Ermənistan Müdafiə Nazirinin və o hazırda müzakirələr aparmaq üçün Yunan Kiprindədir. Və gördüyünüz kimi, yəni Ermənistanın əslində hərbi ittifaqlarını görmək istəyənlər və sülh müqaviləsinin imzalanmasını, yəni düzdür, sözdə onlar sülh müqaviləsinin imzalanmasını dəstəklədiklərini ifadə edirlər. Amma bundan sonraki planları nədən ibarətdir? Bugün Ermənistan silahlandırmalarından artıq məlum olur.